deyirəm. Biz bu baxın təmirlə gəlmişdik. Amma yenə burada müəyyən şeylər ki, mən göstərməliyəm. Müştərilər hamısı görməlidir onu. Firma adını çəkməsiniz dolar, rastı görsənmir. Bakın içində var. Çiqat stenkalardır bunlar. Çiqatdır və qat yarım stenkalardır. Bax, gətir zəhmət olmasa. Bana mamur bağlayıb. Bax, görürsünüz. Baba, mamur bağlayıb. Deyirlər ki, mamur bağlamır. Bir müddətdən sonra burada da mamur bağlayır. Su içində çox qaldıqca fərq edir. Həm bu gigiyenik cəhətdən zərərlidir. Həm də texnik baxımdan Salam ekim bir daha vaxtınız xeyir olsun. Deyək, Bakı göstərmişdik. Bu çiqat idi, qat yarım idi. O adda problemlər var. Satılma səbəblərimiz ilk ofi gəlir, onu bağlayır. Hamısı qeyd eləmişdim. Deyək, bir çiqat stenkalar var. Çiqat stenkalar var, bunlardır. Selika. Bu ne içindi? Hava çıkmağı. Aha, o hava çıkmağı üçündür. Bu bakda sıxılıq onda bu bakın havasını çıxardır. Yəni sıxılıq olur. Arkadaşım olduğunda şeyle patlamamak için aydın. Olur. İslamın simvoludur, ulduz. Göstereyim. Bax, düzgün sərt. Belə olmalıdır əslində. Altı düz ürün olandan sonra bakın mesela patlama səbəbi olmur. Yəni belə əyri olanda zamanət qüvvədən düşür. Altı düz olanda problem olmur. Metlak değil ama. Bu uyğunluq sertifikatıdır. Gigiyenik cəhətdən. Yəni problem heç nə olmur. Yəni deyirəm, adı Selika göstərdiyimiz kimi nuftaları özündəndir. Bu tutacağıdır. Bakın arka səsidir bu. Bu qabaq səsidir. Bir tane paplava koyarım ben buna. Ələm, paplava da qoysun əla. Qabağını göstərək. Nuftalar özündəndir. Pres formada. Bax 3 dənədir. Yuxarıda aşağıda. Burada var dərəcələrini göstərir. 300, 600, 900, 1200, 1500, 800, 2000. Evet, bir dənə bakın içində göstərəcəm. Yaxınlaş. Bakın nəticəsini göstərək. Bax, stenkadır. Burada bax, qatlar görsənir. Ağ, göy, ağ. Bu yaxşı olar. Bakıda apelek telefonlara göndərik. Satdırması pulsuzdur. Rayonlar da göndərik. Fərq yoxdur, Qarabağ olsun ya başqa regiondan olsun, fərq eləmir. Qarabağın zəhmət olsa. Burada Bakın kəndlərindən biri Raman kəndidir. Xeyirli olsun, Allah xeyirli versin. Sağ ol, sağ ol. Axın get oğlan bu bit.